Allah Resulü buyurur ki, 3 şeyə güvənin. Mən bunun tərcüməsini birbaşa deyirəm. 3 şeyə güvənin. Birincisi, keçmiş üçün Allahın rəhmətinə güvənin. Yəni, keçmişdə nə olubsa, mən indi tövbə eləyirəm, ilahi, mən bilməmişəm, o günah eləmişəm. Deyir, ona güvənin, Allah bağışlayacaq. İkincisi, bu an üçün Allahın yardımına güvənin. Və hazırda olduğunuz durum, vəziyyət, Allah sizi nəzarət eləyir, Allah bizi görür. Bu an olan vəziyyətimizə güvənək. Üçüncüsü də gələcəyimiz üçün Allahın vədəsinə güvənmək lazımdır. Ona görə insan etdiyi günahlara görə peşman olarsa və ümid etməlidir ki, Allah məni bağışlayacaq. Ona görə naümid olmağa dəyməz. Bəzi insanlar var, çox təsirlənir ki, Allah məni yəqin bağışlamayacaq. Bu qədər fikirlərlə xahiş eləyirəm, heç vaxt özünüzü düşünmün ki, Allah bağışlamaz. Allah Quranda vədə verir ki, mən bağışlayanam. Ümidlərinizi çoxaldın, yetər ki, güvənin Allaha. Allaha güvənsəniz, Allah Teala bütün bu problemlərinizi aradan götürəcək. Və bir də Allah Resulü buyurur, xoşbəxtliyin 3 anlayışı var. Xoşbəxt olmaq istəyən üçün 3 anlayışı qeyd edir Allah Resulü. Bu, əxlaq alimlərinin də sözüdür, Peyğəmbərdən götürüb. Xoşbəxtlik 3 anlayışdan ibarətdir. Birincisi, istəmək sözü, yəni istəyirəm. Əgər xoşbəxtliyə çatmaq istəyirsənsə, o istədiyini sən üzərində çalışmalısan. İkincisi, edə bilərəm sözünü. Əgər deyə biləcəksinizsə, iddialısınızsa, mən bunu edəcəm, o xoşbəxtçiliyin açarıdır. Və üçüncüsü, etməliyəm. Əgər bu istəyirəm, edə bilərəm, etməliyəm. Mütləq əgər bu iradəniz, istəyiniz varsa, mütləq o xoşbəxtçilik sizə gəlib çatacaq. Ona görə adətən adamlarda bir ardıcıllıq fikirlər var, pozulur. İstəyir eləsin, sonra fikrindən dönür. İradəsini qoyur qarşısına, mən bunu etməliyəm qəti şəkildə. Bəzən o fikirdən dönür, o zaman xoşbəxtçiliyə çata bilməz. Qəti, əgər addımların varsa, iradən varsa, mütləq şəkildə xoşbəxt olacaqsan. Allah Teala bizlər üçün yollar qoyub. Xoşbəxtçiliyin yollarını qoyub. Nicata çatmağın yollarını qoyub. Yetər ki, öz yerində durma, hərəkət elə, çalış. Gedirsən bir nəfərin qapısını döyürsən, bunu əxlaq alimləri sübut eləyib. Bir nəfərin qapısını döyürsən, qayıdırsan, deyirsən ki, getdim, filankəsin qapısını döydüm, açmadı. Deyir, yenə də ged. Yenə də ged. Sonda o sənin üzvü o qapı açılacaq və istədiyi alacaqsan. Allahın rəhmət qapısı da belədir. Ged Allahın qapısına. Da bir dəfə, 2 dəfə getdim, Allah mənim üçün rəhmət qapısını açmadı, belə bir söz yoxdur. Hələ birincidə Allah sənin üçün rəhmət qapısını açacaq. Bax, bu gecə imkanınız varsa, bu gecə, artıq cümə günüdür, evə gedin, əgər kimsə oruç tutmubsa, kimsə Rəcəb ayının dadını hiss eləmibsə, bu gecə gedin, evdə bir dənə qüsul eləyin, Rəcəb qüsul eləyin, savab bir qüsuldur, müstəhəb bir dənə qüsuldur və sonra Allahla əhdinizi təzəliyin. Ey mənim Rəbbim, sənin ayıva çatmışam, istəyirəm sabah oruz olam, sənə xatir. Sabah axşam iftarda o ruhun paklığını görəcəksiniz. Görün Allah nələr bəxş eləyəcək sizə. Yetər ki, istəyin. İstəsəniz hacətlərə çatacaqsınız, istəklərə çatacaqsınız və xoşbəxt olacaqsınız.